Əgər sizə indi bir sual verilsə, sən hansı dövrdə yaşayırsan? Sən necə bir dövrdə yaşayırsan? Cavabınız nə olar? İstərdim hər birimiz daxilimizdə bu suala cavab verək. Mən hansı dövrdə yaşayıram? Əlbəttə ki, cavablar müxtəlif olacaq. Bu bizim indiki vəziyyətimizdən də asılıdır, bizim verəcəyimiz cavab. Lakin müqəddəs kitabda istərdim diqqətinizi bir ayəyə çəkin. Qalatalılara məktubda 1-ci fəsil, 4-cü ayə insanlığın, bəşəriyyətin ümumiyyətlə hansı dövrdə yaşadığını bəyan edir. Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. Amin. Keçən həftə biz danışmışdıq ki, biz silsilə mövzulara nəzər yetirəcəyik. Məsihin ölümü bizə nə verib, nə bəxş edib bu mövzulara. Yəqin ki, xatırlayırsınız, keçən həftə biz hansı mövzu haqqında danışmışdıq. Keçən həftə Rəbb bizə 2 Korinfilər 5:15 ilə müraciət etdi. Yəni, orada belə bir sözlər var idi ki, Məsih bizim üçün öldü ki, biz onun üçün yaşayaq. Və indi keçən həftəmizə nəzər salaq. Biz keçən həftəni necə yaşadıq? Bu fikir, bu düşüncə, bu mesaj bizim həyatımıza, bizim düşüncələrimizə necə təsir etdi? Mən bu fikri tez-tez təkrarlayıram. Əgər bir düşüncə, bir mesaj bizim ağlımızda həkk olunmasa, onun bizim həyatımıza heç bir təsiri olmayacaq. Çünki adətən Allahın kəlamı bir toxum kimi bizim idrakımıza, bizim düşüncəmizə səpilməlidir ki, orada qalır və oradan öz bəhrəsini verir. Bugün isə Rəbb bizə çarmıxda bəxş olunan digər bir mesajı çatdırır. Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. Yəqin ki, hər birinizin bir neçə dəqiqə bundan əvvəl verilən suala cavabınız var idi. Əgər var idisə, müqayisə edin. Sizin cavabınız bu şər dövrü cavabına uyğundurmu? Biz şər dövründə yaşayırıq. Bunu kəlam deyir, bunu Allahın kəlamı deyir. Və bizə şərdən qurtulmaq üçün ilk növbədə nə lazımdır? İlk növbədə biz qəbul etməliyik. İlk növbədə biz anlamalıyıq ki, həqiqətən də kəlamın dediyi mütləq bir həqiqətdir. Həqiqətən də bizə kəlamın verdiyi mesaj mütləq bir həqiqətdir. Biz şər dövründə yaşayırıq. Və bu dövrün şər olduğunu, şərin mövcudluğunu anlamaq lazımdır. İnsanlar bir qismi ola bilsin buna inanmaq istəmir. Kontrargumentlər gətirir buna qarşı. Və bir qismi ümumiyyətlə inanmır. Amma kəlam isə bizə aydın bir şəkildə bu dövrün necə olduğunu söyləyir. Və kəlam bizə digər bir mesajı da verir, bu ayəyə diqqət yetirsək. Məsih özünü fəda etdi ki, bizi bu şər dövründən qurtarsın. Əgər bu ayənin içində bəd bir mesaj var, biz görürük ki, o var, şər dövrü var. Ancaq eyni zamanda bu mesaj, bir mesaj da var ki, Məsih bizi bu şər dövründən çarmıxda öz əzabları və ölümü vasitəsilə qurtardı. Bu nə deməkdir? Bu nə deməkdir? O bizi bu dünyadan götürmür. Adətən biz təhlükəli yerdən uzaqlaşdıqda biz təhlükənin sovuşduğunu düşünürük. Adətən biz təhlükəli yerlərdən qaçırıq və bu ayənin dediyi ki, qurtardı bizi, nə deməkdir? O
demək deyil ki, biz bu dünyadan götürülürük. O bizi şərin hakimiyyətindən qurtarır, şərin hakimiyyətindən azad edir. Yəhya müjdəsindəki duasında Məsih öz ardıcılları üçün dua etdikdə belə dua edir: mən dua etmirəm ki, sən onları bu dünyadan götürəsən. Demək, onun duasında bizi o mühitdən götürmək və yaxud da ki, bizim üçün xüsusi bir, avtonom bir mühit yaratmaq deyildir. O deyir, onları dünyadan götürməyi deyil, şər olandan qorumağı səndən xahiş edirəm. Yəni, şərin içində bizi şərin hakimiyyətindən azad edir çarmıqda. Bunlar fərqli şeylərdir. Yəni, bu bizim şərin içindən çıxmağımız deyil, şərin əhatəsində, şərin hakimiyyətində olmamağı göstərir bizə. Biz bu dünyada qalırıq, biz bu dünyada yaşayırıq, amma əksəriyyət kimi yaşamalı deyilik. Əksəriyyət kimi yaşamalı deyilik biz. Dünya hər 10 illiklə dəyişir. Siz fikir versəz, ətrafımızda çox şey dəyişilir. Hətta yaşı 35-40 olanlar da, bu zalda olanlar da bilirlər ki, son 10-15 il ərzində dünya da, bizim əhatəmiz də dəyişir. Bizim danışdığımız dil belə dəyişir. 80-lərdə biz bu şəkildə danışmırdıq. Bizim dilimizdən müəyyən sözlər gedir, müəyyən sözlər gəlir, müəyyən adətlər gedir və müəyyən adətlər gəlir. Bəzən adətlər gedir, adətsizlik gəlir. Ənənələr gedir, ənənəsizlik gəlir. Və ətraf hər şey dəyişir. Əgər biz bu dünyaya bənzəyib dəyərlərimizi dəyişməli deyilik, bu dəyişkən dünyanın içində biz dəyişilməz olaraq qalmalıyıq. Biz dəyişilməz dəyərlərimizlə dünyaya təsir etməliyik. Allahın səltənətini bu dünyaya göstərməliyik. Gəlin şərin hakimiyyəti haqqında biraz düşünək. Şərin nə kimi təsiri var bəşəriyyətə, insanlığa? Müqəddəs kitabı oxuduqda biz bir müqayisəni görürük. Biz görürük ki, Allahın kəlamı həqiqəti görməyənləri kör adlandırır və şər biz əminliklə deyə bilərik ki, insanları kör edir. Şərin ilk təsirlərindən biri insanı kör etməsidir və kör olan insan həqiqəti görmür. İnsanlar görünənləri görmür, insanlar özlərinin hansı vəziyyətdə olduğunu görmür və bu şərin onların kör etməsi nəticəsindədir. Əksər insanlar özlərinin yaxşı olduğunu düşünür. Çıxaq bir sorğu keçirək ətrafımızdakı insanlardan. Çox az insanlar olacaq ki, özlərindən razı deyirlər. Bütün insanlar özlərindən razıdır. Bütün insanlar düşünür ki, mən yaxşı insanam, mən mərhəmətli insanam, mən sadiq insanam və ümumiyyətlə mən yaxşı birisiyəm. Və bu da şərin təsiri nəticəsindədir. Çünki Allahın həqiqəti bizim yaxşı bir vəziyyətdə olmadığımızı söyləyir. Və müqəddəs kitabı oxuduqda biz insanların nə dərəcədə çürük olduğunu görürük. İnsanlar digərlərinin ehtiyaclarını görmür və bu da şərin etdiyi bir təsirdir. Bizim gözlərimiz o dərəcədə kördür ki, biz insanların ehtiyaclarını görmürük, biz insanların dərdlərini görmürük. Biz fəlakətləri görmürük, digər ölkələrdə baş verən fəlakətləri görmürük. Misal üçün, indi sosial şəbəkələr vasitəsilə biz demək olar ki, hər zaman xəbər alırıq. Hansısa bir xəbərləri alırıq. Və bir dövlətdə fəlakət baş verdiyini, minlərlə insanın həlak olduğunu xəbərlərdə gördükdən sonra 5 dəqiqə sonra elə yaşayırıq, 5 dəqiqə sonra elə planlar qururuq ki, sanki bu xəbəri heç eşitməmiş biriyik. Və eyni zamanda da özümüzü yaxşı birisi hesab edirik. Ancaq digər bir tərəfdən də bizə minlərlə insanın ölüm xəbəri çatdırılmışdı və qısa bir zamandan sonra biz bunu unuduruq. Körlüğün əsas fəsadı həqiqəti görməməkdir. 2-ci Korinfilər 4-cü fəsildə bizə
bu vəziyyət təsvir olunur. Orada yazılıb ki, onları bu dövrün Allahı, yəni şeytan, onları bu dövrün Allahı kora zehin etdi. Yəni, şərin təsiri nəticəsində bizim zehnimiz kör olur və biz görmürük, həqiqəti görmürük. Bu aya istinadən digər bir nəticə də çıxarda bilərik. Onun əks nəticəsini çıxarda bilərik. Məsihsiz həqiqəti görmək mümkün deyil. Ruhən doğulmadan günahın köləsi və bu şər dövrünün əsarətində qalırıq biz. Ruhən doğulmadan günahın köləsi və bu şər dövrünün əsarətində qalırıq biz. Quldarlıq dövründən başlayaraq dünya insanlara müxtəlif azadlıqlar təklif edir. Biz bilirik ki, quldarlıq dövründə də üsyanlar olur. Sonra quldarlıq dövründən feodalizm, kapitalizm və insanlara azadlıqlar təklif olunur. Amma formasiyalar, ideologiyalar insanları köləliyin bir növündən digərinə aparır. İnsanlar formasiyalar dəyişildikcə heç azad olmurlar. Ancaq insanlara bu vəd olunur. Şərin hakimiyyəti altında günaha kölə olan insan nə özü azad ola bilər, nə də azadlıq vəd edə bilər. Kölə olan insan nə azad ola bilər, nə də azadlığı vəd edə bilər. Deməli, dünya azadlıq vəd edərək sənə yalnız köləlik bəxş edir. Sənə köləliyin yalnız başqa bir formasını, daha incə bir formasını təklif edir. Əyləncələr, keyf məclisləri, var-dövlət, dəbdəbə, modaya, qürur, azadlığın, bunlar hamısı azadlığın illüziyalarıdır. Və bu bəşəriyyətə təlqin olunur. Və insanlar düşünürlər ki, mən qürurlu olaraq mən azad oluram. Mən var-dövlət sahibi olaraq mən azad oluram. Və yaxud ki, mən istədiyimi etdikdə, istədiyim həyat tərzini yaşadıqda azad oluram. Lakin bunlar hamısı illüziyalardır. 2. Peter 2. fəsil 19-cu ayədə belə bir sözlər var bu vəziyyətlə bağlı. Bəzən bizə azadlıq vəd edirlər, lakin azadlıq vəd edənlərin özləri kölə vəziyyətindədir. Burada belə yazılıb. Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olur. Bu məktubdakı, bu ayədəki şər dövrü bizə nələri təklif edir, bizə nə deyir? Deyir, sən azadsan. Sən azadsan. İstədiyini et. Amma eyni zamanda mən səni başqa cür əsarətə götürəcəm. Misal üçün, sən ekrandan azad ola bilmirsən. Səni ekranın əsrinə çevirəcəm. Sən azadsan. Ancaq sosial şəbəkələrdə bir akkauntun varsa, mən səni o layıqların əsarətinə salacam. Səni shopping xəstəsi eləyəcəm. Sən bütün günü nələrəsə axtaracaqsan, nələrəsə baxacaqsan, seçəcəksən, bunu bəyənəcəksən. 10 dəqiqədən sonra onu bəyənməyəcəksən. Sən düşünürsən ki, sən azadsan bütün bunları etdikdə, ancaq sən hiss etmirsən ki, bu azadlıq səni köləliyin digər bir formasına salır. Dünya deyir, özünü azad et, amma səni daha incə və gözəl toxunulmuş iplərlə öz toruna salır. Yaxşı, bu ayənin içində biz oxuduq ki, şər dövrün içindəyik biz, şər dövrünün əhatəsindəyik biz və digər bir tərəfdən də mesaj var ki, Məsih öldü ki, bizi bu şərin təsirindən qurtarsın. Bəs həqiqi azadlıq haqqında biz nə bilirik? Bəşəriyyət bilirmi həqiqi azadlıq nədədir, kimdədir? Həqiqi azadlıq İsa'dadır, bu ayənin verdiyi mesaj. Məsihin ölümü yalnız günahlarımızın bağışlanması üçün deyil. Əgər biz yalnız buna fokuslansaq, əgər biz yalnız bunu düşünsək ki, bəli, biz günahlardan azad olmuşuq, bəs bizim həyatımız, bəs bizim təqdis olunmağımız,
Bəs bizim kəlamda yazan siz dünyanın nurusunuz, siz dünyanın duzusunuz. Bəs bu mesajlar hara gedir? Bunların bizim həyatımıza təsiri olmalıdır. Yəni Məsihin ölümü yalnız günahlarımızın bağışlanması üçün deyil. O bizi şərdə yaşamaqdan da azad edir. Bu ayənin mesajı var ki, o səni və məni şərdə yaşamaqdan azad edir. Yəni o bu qabiliyyəti sənə və mənə verib. O bu gücü sənə və mənə verib ki, biz şərin əsarəti altında yaşamayaq. Eşidirik biz bunu. Möhtərəm məsihçilər, eşidirik biz bunu. Eşitməklə yanaşı həyatımıza baxaq. Keçən həftəyə, 10 günə, 1 aya, keçmiş 2 aya, 1 ilə baxaq. Yəni biz bu cürmü yaşayırıq ki, biz şərin əsarətindən tam azadıq? Yəni şərin hakimiyyətində olmayanlar kimi yaşayırıq? Məsih sadəcə bizim gözlərimizi açmır. O dünyanın bizə bağladığı zəncirləri də qırır. O demir qıracağım, o demir ki, sən mənimlə qıracaqsan. O deyir, mən azad edirəm səni, çarmıqda azad etdim şərin hakimiyyətindən. O bizi günahın nəticələrindən deyil, şərin hakimiyyətindən azad edir. Romalılar 12:2-də kəlam bizə aydın şəkildə deyir ki, bu dövrə uyğunlaşmayın. O demir ki, çalışın, uyğunlaşmayın, çalışın ki, oxşamayın bu dünya. O aydın bir şəkildədir. Yəni ki, bu güc, bu iqtidar sizdə var. Bu dövrə uyğunlaşmayın. Əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin. Hardan təzələnir bizim düşüncələrimiz? Ekranlara baxmaqla və yaxud da ki, digər bir işlərlə məşğul olan zaman, hansına ki, biz keçən həftənin böyük bir hissəsini sərf etmişik. Bizim düşüncələrimiz necə yenilənə bilər? Hardan yenilənə bilər? Kimin tərəfindən yenilənə bilər? Bizim mövqe dəyişikliyimiz baş verib, mövqe dəyişikliyimiz çarmıqda baş verib, bizim daxili dəyişikliyimiz lazım. Bizim əqlimizin yenilənməsi lazımdır. Və bugün bu kəlamı eşitməklə sənin və mənim əqlim yeniləşir. Bizim əqlimiz yeniləşir ki, Məsih bizi şərin hakimiyyətindən azad edib. Bu artıq baş vermiş bir şeydir. Təsəvvürünüzə getirin ki, sizin hansısa bir asıllığınız var. Misal üçün, siqaret çəkmək kimi. Və sizə bu verilib, sizdə artıq bu var, siz onu çəkməyə bilərsiniz və siz çəkmək istəməyə əlinizə siqareti götürüb və çəkirsiniz. Ancaq sizdə bu artıq verilib. Bu güc. Bu dövrə uyğunlaşmayın. Bu dövrə uyğunlaşmayın. Əksinə düşüncələrinizin təzələnməsi ilə dəyişin. Allah bizi bu dünya quruluşunun bir hissəsi olmağa çağırmayıb. Müjdədə biz oxuduqda heç yerdə belə bir söz tapa bilmərik ki, sevimlilərim, mən sizi seçdim, mən sizi çağırdım, mən sizə görə öldüm ki, siz bu dünyaya bənzəyəsiniz. Bu dünya kimi geyinəsiz, bu dünya kimi bir-birinizlə rəftarda olasınız. Bu dünyada zina var, oğurluq var, yalan var, böhtan var, rüşvət var. Və mən sizi seçmədim ki, siz bütün bu şeyləri edərək deyəsiniz ki, Məsih çarmıqda ölüb və mən günahın məhkumiyyətindən azadam. Allah bizi bu dünya quruluşunun bir hissəsi olmağa deyil, təzələnmiş düşüncələrlə yaşamağa çağırır. O bizi şərin hakimiyyətindən azad edib. O bizi şərin hakimiyyətindən azad edib. Eşidirik biz bunu. Eşidirsən sən bunu. Sən şərin hakimiyyəti altında deyilsən. Sən çarmıqda baş verən o hadisənin
altındasan, onun himayəsi altındasan. Onun ruhu səndə var. Şərin heç bir hakimiyyəti yoxdur. Biz isə şərdən azad olunmuşlar kimi düşünməliyik. Biz isə şərdən azad olunmuşlar kimi düşünməliyik və yaşamalıyıq. Biz özümüzə bəyan etməliyik ki, mən bu dünyaya məxsus deyiləm. Mən bu dünyaya məxsus deyiləm, mən Məsihə məxsusam. Mənim üçün ölüb dirilən üçün yaşayıram. Və mən Məsih üçün yaşayıram. Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. Bugün Allahın sənə və mənə dediyi söz budur. Atamız Allahın iradəsi idi bu. Onun iradəsi idi bu. Məsih günahlarımız üçün özünü fəda etsin. Fəda etsin ki, biz indiki şər dövründən qurtulaq. Sən bu şər dövründən qurtulmusan. Çünki sənin içində olan ruh müqəddəs ruhdur. Sənin içində Allah var. Rəbb, minnətdarıq sənin sözünə görə. Minnətdarıq ki, sənin sözün bizim bu dünyadan eşitdiklərimizi kənar edir. Minnətdarıq ki, sən həftə bə həftə, gün bə gün bizimlə danışırsan. Minnətdarıq ki, sənin mərhəmətin hər gün fərqli olur. Sən hər gün bizimlə fərqli bir şəkildə danışırsan. Minnətdarıq ki, biz səni görürük, biz səni eşidirik. Biz səni anlayırıq. Ya Rəbb, bağışla ki, bizim hafizəmiz bəzi zamanlar qısa olur. Biz unuduruq kimliyimizi, nəyə çağrıldığımızı. Minnətdarıq ki, bugün sən bizim hafizəmizi yenilədin bu sözlər vasitəsilə. Sən bir daha bizə xatırlatdın ki, çarmıqda nə baş verir. Sən öz sevgi dolu iradəni göstərirsən bizə. Sən Məsihin çarmıqını xatırladırsan bizə. Xatırladırsan ki, çarmıq bizim həyatımızın mərkəzidir. Və bizim bənzəməli olduğumuz şəxsiyyət Məsihdir. O özünü fəda etdi ki, bizi şər dövründən qurtarsın. Rəbb, minnətdarıq bu anlayışa görə, biliyimizə görə. Qoru bizi hifz et. Qoru bizi hifz et. Qoru bizi hifz et. Öz adının izzəti üçün. Ata, oğul, müqəddəs ruh adı ilə.